Mən sizə bir söz deyim, bunu yaddan çıxartmayın heç zaman. Heç bir şey Allaha bəndəlik eləməkdə ailə qədər təsirli deyil. Heç bir şey ailə qədər insan Allaha yaxınlaşdırmır. Bu zehniyyətdə olaq ailə haqqında. Ailədə hədəf Allaha yaxınlaşmaq olsa, ailə daxilində xoş rəftar var, bir-birinə can deyib can eşitmək. Hə? Bu xoş rəftar qədər küçədə bayırda onun bunun üzünə gülməyin sən Allaha yaxınlaşdıra bilməz. Ailənin daxilində olan o xoş əxlaq qədər. İbadətin əsası ailəyə xidmətdir, sonra cəmiyyətə. Bəziləri var, çıxır ona buna xidmət edir. Deyir, nə qulluğum, gedək çörək yiyək, gedək ona gülür, buna gülür. Elə bilir, böyük bir xidmət göstərir. Əgər bunun ailədə münasibəti bərbaddırsa, bu gülüşlər hamısı hoqqabazlıqdır. Hamısı boş-boş hilədir, Allahı aldada bilməyəcək o. Onun şəxsiyyətinin güzgüsü ailədəki münasibətləridir. Xanımına gündə gördüyün adam var, gözü açırsan, onları görürsən, oyla əxlaq saxlamaq çətindir. Yoxsa küçədə dostla hamı öpüşür, qucaqlaşır, deyirsən, maşallah, nə qəşəng. O Allaha lazım, demirəm bu lazım deyil, ondan sonra bu lazımdır. O iş ailə daxili iş səhmanında olsa, ictimai münasibətlər dəyər tapır, dəyər qazanır.